2025-2026-cı il mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Azərreal bugün təsnifat mərhələsində ilk maçına çıxacaq. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək görüşdə rəqib Serbiyanın Radnički komandası olacaq. Kollektiv bu görüşə olduqca ciddi hazırlaşır. Baş məşqçi Boris Grebennik voleybolçuların durumundan danışıb və oyundan gözləntilərini bildirib. Komandanın vəziyyəti yaxşıdır. Biz hazırlıqlara çox ciddi şəkildə davam etdiririk. Tək əksik olan tərəfimiz əsas heyətlə ilk rəsmi görüşümüzün olmamasıdır. Rəqibimiz haqqında məlumatımız var. Onlarda çempionat davam edir və bizə lazım olan bütün analizlər aparılıb. Çalışacağıq ki, oyuna qədər tam hazır olaq. Voleybol çətin görünsə də eyni zamanda sadə oyundur. Təbii ki, bu işdə əsas rol motivasiyalı olmaq və qələbə arzusunun olmasıdır. Biz edə biləcəyimiz qədər irəli getmək, qələbə qazanmaq istəyirik. Mənə görə burada əsas iştirak deyil, qalib olmaqdır. Komandanın üzvü Cavid Əzimov qələbə qazanmaq istəyində olduqlarını bildirib. Hazırlıq çox yaxşı gedir, ab-havamız çox yaxşıdır. Çünki bir voleybolçu üçün məncə ən yüksək çempionat bu sayılır, Çempion Liqasında iştirak etmək, o da bizə qismət olub. Ona görə çox yaxşı vəziyyətdəyik hal-hazırda. Gözləntilər əlbəttə ki, zəif bir komanda deyil, amma biz heç onu fikirləşmirik. Çünki bizim düşüncəmiz ancaq qələbədir. Ona hazırlıq, rəqibin güclü olduğunu əlbəttə ki bilirik, amma heç bir halda uduzmağı fikirləşmirik. Qeyd edək ki, Azərreal Radnički görüşü bugün saat 19:00-da start götürəcək.